Salam, hər vaxtınız xeyir olsun. Bundan əvvəlki videoda bazı sual əlavə etməklə bağlı video icra etmişdim. Bu videoda isə sual bazasında olan suallar üzərində düzəlişlər edilməsi, həmçinin düzgün olmayan sualların silinməsi ilə bağlı video çəkəcəm. Burada sual bazasına daxil olduğumuz zaman bizim əvvəlcədən qeyd etdiyimiz suallar, yəni bazaya əvvəlcədən göndərdiyimiz suallar burada bu şəkildə düşür. Biz burada hər hansısa bir sualda əgər səhv olduğunu biliriksə, həmin sualı tapıb düzəliş etmək üçün burada hər hansısa bir sual mətnindən və yaxud da variant olsun, fən olsun, hər hansısa bir məlumat daxil edə bilərik. Məsələn, burada paytaxt yazsaq, baxın, burada bu sözün içində paytaxt sözü olduğuna görə həmin sualı irəliyə çəkir. Biz bu sualın üzərində düzəliş edə bilərik. Həmçinin də zibil kutusu işarəsinə vuraraq bu sualı silə bilərik. Bunun üzərində hər hansısa bir düzəliş etmək üçün qələm işarəsinin üzərinə vururuq. Məsələn, burada Gəncəni silib, deyəlim ki, Salyan yazsaq və düzgün variantı da B olaraq işarəsə, yadda saxla düyməsinə toxunduğumuz zaman, baxın, burada variant dəyişildi, Salyan oldu. Düzgün cavab da dəyişilib, B variantı oldu. Biz həmçinin bu sualı silmək üçün burada zibil kutusu işarəsinə bir dəfə vuraraq, baxın, həmin sual buradan bazadan silinmiş oldu. Dinlədiyiniz üçün təşəkkür edirəm. Bundan sonra növbəti videoda sınaqlar bölməsi haqqında məlumat verəcəm. Sınaqlar bölməsində xanaları necə doldurmaq lazımdır ki, sual bazasından sualları çəkib imtahan kimi tələbənin qarşısında göstərsin. Onunla bağlı video çəkəcəm.